Salam. Keçən dəfə mən deməli sizlərə Yunanıstan haqqında məlumat qeyd etmişdim. Yəni Yunanıstanda olan vacib diqqət yetirilməsi lazım olan hissələr vurğulamışdım. İndi isə bəzi detallar var Azərbaycan tarixi bölməsində. O hissələri vurğulamaq istəyirəm. Məsələn, Hülakülər dövlətində bəzi məqamlar var. Toxtamışın Azərbaycana yürüşlərindən, ondan sonra Əmir Teymurun yürüşlərindən olan hissələrdən bəzi xırda detallar var ki, hansı ki biz oxuyanda diqqət yetirmirik. Sonra ərəblərin Azərbaycandakı ağalığı dövrü, biz bunlara diqqət yetirmirik, amma elə şeylər var ki, onlara xüsusi olaraq diqqət yetirmək lazımdır. Sabahlan testlərdə görəndə biz onlar yaza bilərik. Yəni o hissələri mən vurğulamaq istəyirəm. Deməli, belə bir məsələ var ki, ərəblərə qarşı Azərbaycanda baş vermiş ilk üsyan deyəndə biz normalda ağlımıza birinci növbədə gəlir Qəssab Müsafir üsyanı. Amma vacib bir məqam var ki, orada, vacib bir məsələ var ki, orada. Azərbaycanın cənubunda birinci növbədə 644-cü ildə Ərdəbil şəhərində ərəblərə qarşı üsyan baş verib. Ona görə də biz deməli ərəblərə qarşı Azərbaycanda ilk üsyan deyən kimi birinci növbədə ağlımıza gəlməli 644-cü il üsyanı. Həmin vaxtda ərəblərdə kim olub hakimiyyətdə? Əməvilər, daha doğrusu xəlifələr olub hakimiyyətdə. İlk xəlifələr dövrü və 644-45-ci illərdə baş vermiş üsyanda deməli bu üsyan yatırılmasında xəlifə Osmanın rolu olmuşdu. Bu bir məqam. Daha sonra Əməvlərə qarşı Qəssab Müsafir üsyanı olmuşdu. Ondan sonra isə Abbasilərə qarşı da Xürrəmlər hərəkatı olmuşdu. Biz bunlar haqqında məlumatı zaten bilirik. Sadəcə dediyim kimi orada ərəblərə qarşı Azərbaycanda ilk üsyan deyən kimi birinci növbədə Müsafir üsyanı ağlımıza gəlməməlidir. 644 üsyanı da var orada. Yəni biz birinci növbədə ona diqqət etməliyik. Yəni artıq ortaq bir nəticəyə gəlirik ki, həm xəlifələr dövrü, həm Əməvilər dövrü, həm də Abbasilər dövründə ərəblərə qarşı Azərbaycanda üsyanlar baş verir və daha sonra Xürrəmlər hərəkatı bitdikdən sonra belə Xürrəmlərin davamçıları Abbasilərə qarşı xırda çıxışlar formasında ayrı-ayrı yerlərdə belə üsyanlar davam etdirmişlər, amma bu üsyanlarda təbii ki, hər biri yatırılmışdır. Bu bir məqam. Daha sonra bir də ərəblərin Azərbaycanda siyahıyanma siyasətindən də danışmaq istəyirəm ki, biz normalda bilirik ki, deməli cizyə vergisi ərəblərdən gəlib bizə və müsəlman olmayanlardan orduda xidmət etmədiklərinin müqabilində, xüsusilə də kişi əhalisindən daha çox onlardan alınan bir vergi cizyə vergisi idi. Məlumat almışıq bundan bağlı. Və həmçinin o cizyə vergisini biz ümumi tərəfdən keçirik ki, orada siyahıyanma formasında müəyyən yaş həddi qoyulub ki, bu yaş həddində kişilərdən xüsusilə alınan bir vergi hesab olunur, cizyə vergisi. Düzdür? Və indi buradan biz hansı nəticəyə gəlirik? Deməli, hələ ilk xəlifələrin zamanından belə artıq siyahıyanma siyasətinin olduğunu biz vurğulaya bilərik. Azərbaycanda ümumiyyətlə ərəblər siyahıyanma siyasəti keçirdi deyiriksə, o dəqiqə ağlımıza gəlir 725-ci il. Amma düşünməliyik ki, əgər cizyə vergisi alınıbsa Azərbaycanda, müsəlman olmayan kişilərdən cizyə vergisi alınıbsa, deməli siyahıyanma siyasəti lap əvvəllərdən keçirilir. Cizyə vergisi axı müsəlman olmayanlardan alınırdı. Axı daha çox kişilərdən alınırdı. Deməli siyahı tutulub ki, siyahıyanma formasında bu vergilər təyin olunub və yerli əhaldən də bu vergilər alınırdı. Ümumiyyətlə müsəlman olmayan əhaldən də bu vergilər alınırdı. Kilsəni məsələn vergilərdən azad etmişdilər. Deməli, burada da bir siyahıyanma məsələsi var. Yəni, ona görə də istər xəlifələr dövrü olsun, istər Əməvilər dövrü olsun, istər Abbasilər dövrü olsun ki, ərəblər Azərbaycana hər bir dövrdə siyahıyanma siyasəti keçirdilər. Daha sonra bildiyimiz kimi ərəblər Dərbənd səddini təmir etdirdilər Azərbaycanda. Bəs yaxşı, bu Dərbənd səddini nə zaman təmir etdirdilər? 8-ci əsrin 20-ci illərində. Ərəblər 2 dəfə Dərbəndi tuturlar. 643-cü ildə və bir də təxminən 722 götürə bilərik. 8-ci əsrin 20-ci illərində Dərbənd şəhərini ələ keçirmişlər. Və Dərbənd şəhərini ikinci dəfə ələ keçirdilər bir dönəmdə. Yəni 8-ci əsrin 20-ci illərində tutan zaman orada təmir bərpa işləri aparmışlar və Dərbənd səddini təmir etdirmişlər. Və bir də ərəblərin köçürmə siyasəti. Köçürmə siyasətində normalda bilirik ki, daha çox ərəblər köçürülmüşdür. Amma ərəblər həmçinin Azərbaycan ərazisinə türk tayfalarını belə köçürmüşdülər. Belə bir türklərdən biri də Əşur-Sən vilayətindən köçmüş sacilər göstərə bilərik ki, onlar da köçürmə siyasəti nəticəsində Azərbaycana gəlmiş, Azərbaycana məskunlaşdırılmış tayfalardan biri idi. Yəni bunu da ərəblər həyata keçirmişdilər. Deməli, ərəblər Azərbaycana yalnızca
ərəb olan tayfalar yox, həmçinin türk tayfalarını belə köçürmüşdülər. Vacib məqamlardan biri buydu. Daha sonra hülakülərlə bağlı vacib bir məqam var. Məsələn, Qazanxanın islahatları. Qazanxanın islahatlarında bəzi detallar var ki, biz bunlara diqqət yetirməliyik. Məsələn, alqı-satqı məsələlərində qayda-qanun yaratmaq üçün keçidli islahat var ki, bu islahat məhkəmə islahatıdır. Amma alqı-satqı sözü deyən kimi birinci növbədə adamın ağlına gəlir ticarət islahatı. Amma ticarət deyil. Bu islahat vergi sahəsində, daha doğrusu məhkəmə sahəsində görülmüş bir islahatdır. Alqı-satqı məsələlərində qayda-qanun yaratmaq üçün gördüyü tədbir məhkəmə islahatı. Rabitə islahatı hərbi islahat deyil. Rabitə islahatı iqtisadi sahədə görülmüş bir tədbirdir. Qazanxanın mədəni quruculuq sahəsində bir dənə islahatı var. Gördüyü tədbir var. Nədir bu? Mahmudabad adlı bir şəhər saldırmışdı. Şəhər salma xüsusilə mədəniyyət sahəsinə bağlı görülən tədbirlərdən biri sayıldığı üçün, deməli Qazanxanın mədəniyyət sahəsində, quruculuq sahəsində bir tədbiri olduğunu biz deyə bilərik. Daha sonra karvansaralar inşa etdirmişdi. Karvansaralar iqtisadi sahədə daha çox nəzərdə tutulur, rabitə islahatında nəzərdə tutulur ki, karvansaralar inşa etdirmişdi həmçinin. Amma karvanların təhlükəsizliyinin təmin olunması isə ticarət islahatından bağlıdır. Burada da vacib bilməli olduğumuz bir məqamdır. Ondan sonra Qazanxan siyahı alma siyasəti. Normalda biz siyahı alma siyasəti deyən kimi vergi sahəsindəki islahatını götürürük, düzdürmü? Amma bilməliyik ki, Qazanxan torpaq sahəsində də siyahı alma siyasəti keçirdi. Yəni, İncu, Bayraq və Divan torpaqları hesabına iqta torpaqlar paylayırdı. Deməli, bu torpaqlar siyahıya alıb və bu torpaqlar hesabına da torpaq paylama siyasəti yerdi. Deməli, Qazanxan yalnızca vergi sahəsində yox, həmçinin torpaq sahəsində də islahatı olubdur. Daha sonra hülakülər bölməsində bir məqam var. Deməli, nədir bu məqam? Bu məqam bundan ibarətdir ki, 1335-ci ildə Əbu Səid öldükdən sonra ölkə daxilində tənəzzül başlayır. Yəni, hülakülər dövlətinin tənəzzülü baş vermiş olur. Və bu tənəzzül nəticəsində 1335-38 aralığında Azərbaycan səltənəti, xüsusilə hülakü səltənəti uğrunda kimlər mübarizə aparmışdı? Çobanilər, Cəlalilər və bir də Şirvanşahlar dövləti. Və indi burada biz nəyə diqqət yetirdik? Şirvanşahlar dövləti həmin vaxtda Kəsranlər sülaləsinin dövründə idi, 30-cu illərdə. Cəlalilər dövləti isə yaranmamışdı. Çünki Cəlalilər dövləti 1340-cı ildə yaranan bir dövlət idi. Çobanlar isə zaten dövlət olmayıbdı. Bir nəsil, bir sülalə kimi biz bunlardan çəkə bilərik. Və burada indi hansı nəticəyə gəlirik? Deməli, hələ 30-cu illərdə, yəni 14-cü əsrin 30-cu illərdə Cəlalilərin Şirvanşahlarla mübarizəsi olub. Yəni Cəlalilər dövləti yox, sadəcə Cəlalilər və Şirvanşahların həmçinin Çobanlərlə də mübarizəsi olubdu 30-cu illərdə. Dərslikdə belə bir cümlə də keçir ki, hələ bundan 10 il müddətində belə, bundan sonra bir 10 il müddətində belə Şirvanşahların Çobanlərlə mübarizələri davam etmişdir. Deməli, 14-cü əsrin həm 30-cu illərində, həm də 40-cı illərində Şirvanşahlarla Çobanlar arasında mübarizə olmuşdu. Və həmçinin 30-cu illərdə biz Cəlalilərlə Çobanlarla mübarizəsini deyirik. Ən sonunda isə Cəlali Şeyx Həsən deyirik ki, sonda məğlub olur və Bağdada çəkilir. Sonra 1340-cı ildə orada Bağdadda dövlət yaratmış olur. Yəni buna da diqqət etmək ki, Şirvanşahların Cəlalilərlə ilk mübarizəsi başlayır 30-cu illərdən hələ Cəlalilər dövlət yaratmamışdan qabaq, xüsusilə də Kəsranlər sülaləsinin dövründə. Bu da vacib məqamlardan biridir. Və daha sonra Qopçur vergisi Monqollar dövründə formalaşan bir vergi növüdür. Qopçur vergisi əvvəlcə maldar tayfalardan alınan bir vergi olub, daha sonra can vergisinə çevrilmişdir. Və Qazanxanın vergi yox, dini islahatından sonra ləğv olunan bir vergi olubdur. Deməli, Qopçur vergisini biz maldar tayfalardan alınan, otlaqlara görə alınan, misal üçün bir vergi kimi də qiymətləndirə bilərik. Məsələn, Çöpbaşı vergisi, Çobanbəy vergisi, bunlarla da oxşarlıq kimi deyə bilərik bu vergi növünü. Ondan sonra Əbu Səid Bahadur ləqəbini alır 1319-cu ildə. Amma test suallarında birdən salarlar, özü də hansı məqamda almışdı? Naxçıvanda, Sultaniyədə baş vermiş üsyanlar, Gürcüstanda daha çox da Naxçıvan, Sultaniyə və Gürcüstan. Bu üç ərazidə baş vermiş üsyanları 1319-da yatırır və bundan sonra Bahadur ləqəb alır. Birdən testlərdə salarlar ki, Bahadur Əbu Səidə aid olan xüsusiyyətləri seçin. Və biz həmin o üsyanlar da daxil olmaqla ona qədərki hissələrdə Bahadur Əbu Səid ifadəsi işlədə bilməliyik. Üsyanlar yatırılır, daha sonra Bahadur termini işlətmiş oluruq.
Sonra Çobanların Azərbaycanda ağalıq dövrü var və idarəçilik dövrü var. Çobanların Azərbaycanda ilk idarəçilik dövrü deyəndə 1316-1328-ci illər aralığını biz götürə bilərik. Yəni Əbu Səid hakimiyyətə gələn zaman az yaşlı olduğuna görə idarəçilikdə Əmir Çoban da vardı, Sulduz qəbiləsindən olan. Deməli, Çobanların Azərbaycan idarəçiliyi olub. Bir də var, Çobanların Azərbaycanda faktiki ağalığı. Hə, bu zaman 1338-1357-ci illər dövrünü biz götürəcəyik. Təbii ki, onda öz dövlətlərini yaratmamışdılar, sadəcə olaraq idarəçilik işlərini həyata keçirmişdilər. Buna da biz diqqət yetirsək, daha yaxşı olar. Ondan sonra bir məqam da Cəlalilər bölməsində var. Deməli, Cəlallərin Azərbaycana gəlişi 1359-cu ildə olur. Və 1359-cu ildə Azərbaycana gələn zaman onlar Kürdən cənubdakı torpaqları tabe etmişdilər. Ondan sonra da Təbrizə daxil olmaqla və Təbrizi də özlərinə paytaxt seçirlər. Bəs yaxşı, buradan belə bir sual çıxır. Bəs onlar 1359-cu ildə Azərbaycanın şimalında torpaq ələ keçirmişdilərmi? Belə bir sual verən kimi o dəqiqə deyilir ki, yox. Amma biz diqqət yetirməliyik ki, Kürdən cənubdakı torpaqları ələ keçirdiblər axı. Deməli, Kürdən cənubdakı torpaqları ələ keçirdiblərsə, artıq onlar Azərbaycan şimalında belə torpaq ələ keçirdiblər 1359-cu ildə. Yəni Kürlə Araz arasında ən azından torpaq sahələri ələ keçirmiş olublar. Ona görə də Azərbaycanın bütünlüklə tabe edilməsi 1367-ci ildə Şirvanşahların tabe edilməsi ilə idi. Ona görə də artıq test sualı düşsə ki, 1359 və 1367-ci illərdə Azərbaycana gəlişlər zamanı Azərbaycan torpaqlarını tutduqları bir zamanda Azərbaycana hər iki dövrdə şimal torpaqlarını tabe ediblər. Bəli, biz bunu düzgün götürəcəyik. Əgər 59-cu ildə desəydi ki, Arazdan cənubdakı torpaqları tutublar, hə, bu zaman biz şimal deyə bilmərik. Amma deməli, Kürdən cənubdakı deyirsə, deməli, onlar şimaldan da müəyyən qədər torpaqlar ələ keçirmişdilər. Daha sonra Lənkəran bölməsində belə bir məsələ də vardı. Deməli, sual düşsə ki, Monqolların Azərbaycana 3-cü yürüşü dövrünə aid olan xüsusiyyətlər seçin. 3-cü yürüşünə daha doğrusu, dövrü yox, 3-cü yürüşünə aid olan xüsusiyyətlər seçin. Və variantda yazılsa ki, Abbasilər xilafətinin varlığına son qoyublar, biz bunu götürə bilmərik cavab kimi. 3-cü yürüşünə aid olan xüsusiyyət desə, götürə bilmərik. Çünki Abbasilər xilafəti Bağdaddaydı və Bağdadla da Azərbaycanın heç bir əlaqəsi yoxdur. Amma bəli, desək ki, 3-cü yürüş dövrünə aid olan xüsusiyyətlər o zaman götürmək olar. Çünki o aralıqda, o dövrdə baş vermiş proseslərdən biridir. Dövr başqa bir şeydir, gedişat başqa bir şeydir. Amma sırf yürüşün özü başqa bir şeydir. Yəni, Azərbaycana yürüşə aid deyirsə, Abbasilər xilafətindən heç bir əlaqəsi yoxdur. Amma Azərbaycana yürüş dövrü deyirsə, o aralıqlarda olub, bəli. Çünki 1256-58-ci illərdə Azərbaycana yürüş etmişdi. Və bu dövr aralığında həmçinin Abbasilər üzərinə də yürüş eləyir, Abbasilər xilafətinin də varlığına son qoyur, sonra da Azərbaycana gəlib öz dövlətlərini yaratmış olurlar. Daha sonra, bilirdinizmi? Qızıl Ordu Toxtamış xanla Cəlallərin mübarizəsi olub. Bəs nə zaman olub? 1385-ci ildə Toxtamış xan Azərbaycana yürüş eləyən zaman. Çünki həmin vaxtda 8 gün Təbriz şəhərdə idi ki, müqamət göstərir, sonra hiylə ilə ələ keçirilir. Bəs yaxşı, həmin vaxtda Təbrizdə kimlər idarəçilikdə idi? Cəlalilər. Deməli, Toxtamış xan Azərbaycana gələn zaman, Azərbaycanın cənubuna yürüş eləyən zaman orada Cəlalilərlə mübarizə aparıbdı. Əmir Teymur da həmçinin 1386-cı ildə Əmir Teymur Azərbaycana yürüş eləyən zaman Təbrizi tutur axı və orada Cəlali nümayəndələrin bir qismi qaçır Bağdada. Deməli, Əmir Teymur da Azərbaycana birinci dəfə yürüş eləyən zaman Cəlalilərlə mübarizə aparıbdı. İkinci dəfə də aparır, üçdə də aparır. Əlincə qalası müdafiəsində zaten var idi. Amma yəni nəzərimizdə saxlayaq ki, həm Toxtamış xan, həm Əmir Teymur Azərbaycana birinci dəfə yürüş eləyəndə ortaq cəhət kimi Cəlalilərlə mübarizə aparmışdı. Nəzərdə saxlayaq bunu. Və Bağdad şəhərinin tutulması məsələsi isə ikinci yürüşə aiddir Teymurun. Çünki orada Əlincə qalasından başqa bütün Azərbaycan torpaqlarına tabe edildi deyir. Amma Bağdad şəhəri Azərbaycan deyildi. Və orada Bağdad şəhərinə yürüş məsələsi də yoxdur. Amma ikinci yürüş zamanı orada Bağdada da yürüş eləyir, gedir Bağdad ərazisində tabe eləyir və Bağdadda hətta 1394-cü ildə Qara Yusif və Cəlali Birləşmiş Qüvvələrlə mübarizə belə aparmışdı. Ümumiyyətlə, nəzərdə saxlayaq ki, Əmir Teymur Azərbaycana birinci yürüş eləyən zamanda belə
Baharlı sülaləsi ilə mübarizə aparıb. Baharlı sülaləsinin nümayəndəsi kim idi? Qara Məhəmməd idi. Deməli, Əmir Teymurun Azərbaycana birinci yürüşü, həm ikinci yürüşü dövründə baharlarla belə mübarizə aparmışdı. Buna da diqqət edirək. Testlərdə düşəndə biz artıq bu hissələri yaza bilək.